yazsınlar. Mənim yadıma bir Quran-ı Kərim ayəsi düşdü. Ola bilər ayəni, surəni yeni səhv deyərəm. Ona görə təxminən ayənin qısa məzmununu deyirəm sizə. Biz deyir insana hər şeyi verdik. Yəni istər şükür etsin, istər küfür etsin, nankör olsun. Yəni bilmirəm mənə elə gəlir yoxsa siz də başa hiss eləmisiniz bunu ki, bəzən bir şey çox olanda ya seçim qarşısında qalırıq. Biraz da dərinə getsək qədrini bilmirik. Belə bir bəzən halla biz rastlaşırıq. Nemətin bolluğundan, nemətin çoxluğundan görərsən insanlar başını itirərlər. Hətta yolunu azarlar. İnsan ona verilən nemətlərin içində boğularkən çox vaxt onların dəyərini unutur. Dediyimiz kimi. Müəllif bu kitabda, bu dərsdə böyük ustad əsas bax bu sütunlara toxunur. Məsələn, bizim adi vaxtı ciddiyə almadığımız mühüm nemətlər var. Məsələn, sağlamlıq. Nə qədər insanlar tanıyıram, tanıyırsınız ki, sağlamlığını düşünmür. Adam ibadətlərinə diqqət eləyir. Məsəl üçün, baxsan ki, bu adamın ibadətlərində fərq var. İnsanlara xidmətində, fədakarlığında fərqləri hiss edirsiniz. Amma adam öz canını qorumur da. Məsələn, adını da qoy ki, balama qurban eləmişəm. Məndən keçdi. Belə sözlər var. Daha bizim o yaşımızda ölür. İndən sonra biz nə moda axtarasıyıq. Yəni, bəzən də bunu modaya yozurlar. Yox, insanın sağlamlığının qorunması da aidiyyəti yoxdur. İnsanın öz sağlamlığını qorumasının nə modaya aidiyyəti var, nə yaşa aidiyyəti var, nə cavanlığa, nə gəncliyə. Bir şey ki, bunlar bizə əmanətdir. Hələ mən dərsə giriş eləmirəm, ümumi müqəddimə danışıram. Maraqlıdır ki, biz əldə olanların qədrini itirəndən sonra bilirik. Məsələn, anası dünyasını dəyişirdi, kaş anama daha yaxşı xidmət eləyəydim. Bir mal mülk əldən çıxırdı, kaş yaxşı yerlərə xərcləyərdim. Bir məhsul əldə edirdi, kaş yaxşı rəftar eləyərdim, kaş yaxşı düzgün yöndə istiqamətdə. Kaş filan vaxtımı filan yerə həsr eləyəydim. Nədənsə bu kaşlar deyəndə mən yadıma bir ayə düşür. Kaş torpaq olaydım. Bəzi insanlar Allaha yalvararlar. Mən yenidən torpağa qaytar. Bəzən elə bilir ki, əzizlərimiz, biz yenidən dünyaya gəlsək, o səhvləri eləməyəcək. Bizim nə qədər belə şansımız olub. Xəstələnmişik, sağalmışıq, yenidən xəstələnmişik. İndi mən o gəzmə xəstəliklə işim yoxdur. İndi bir də görürsən, xəstəlik gəzir. Vəbadır da. İndi adətən qədimdə ağır xəstəliyə vəba deyirdilər ki, dərman tapılmır, çarəsi tapılmır. Allah cəmi xəstələrə şəfa versin, dünyasını dəyişənini rəhmət eləsin. Axı, sən bir də bu sağlamlığı itirmişsən. Bunu yenidən qazanmışdın. Amma sən yenə əldən verdin. Sən yenə özü qorumadın. Məsələn, yenə tərli-tərli soyuq su içdin. Məsələn, tərli-tərli maşın sürdün. Və yuxulu halda maşını idarə elədin. Məsəl üçün, yaralı halda üstünü örtmədin, mikrob düşdü. Bəzi xəstəliklərində görürsən ki, bədənimizdə müəyyən izləri də qalır. Maraqlı budur ki,
ona da baxıb insan dərs götürmür. Peyğəmbər sallallahu bir dənə hədisi var, bayaq paylaşdım hədisi. Bihar-Lənva kitabında Əllamə Mədlisi o hədisi qeyd edib. 81-ci cilddə. Çox gözəl hədisdir, bir dənə mühüm mesajdır Peyğəmbərimizə verdiyi. İki böyük nemət var ki, insan heç vaxt onun qədrini bilmir. Peyğəmbər sallallahu deyir, iki dənə böyük nemət var, insan heç vaxt onun qədrini bilmir. Dedilər, nədir o? Dedi, sağlamlıq və əmniyyət. Baxın, gəncliyə bir dənə baxın. Metro gəncliyi demirəm, ha. Cavanları deyirəm, gənclərə baxın. Birinin üzr istəyirəm göbəyi açıq, birinin sinəsi açıq, birinin boğazı açıq. Baxın, müəyyən bir yaş həddi ötəndən sonra onlar onun fəsadlarını yaşayırlar. Ya sonsuzluğa çıxarda bilir, övladla bağlı problem olur, qadın xəstəlikləri yaranır, səhətində müəyyən bir narahatçılıqlar olur, quru yerdə oturmalar, havalı məkanda oturmaq, məsələn, maşının şüşəsini endirib, başını çölə çıxartmaq, məsəl üçün, çox qaynar havada, qaynar isti havada su içmək. Məsələn, qardaşlarımız var, üzr istəyirəm ifadəmə görə, bir çox gənclərdə babasil xəstəliyi var. Mən tibb mütəxəssisi deyiləm, ha. Mən tibb mütəxəssisi deyiləm, əstəğfurullah. Baxsan, cavan uşaqlardır, məsələn, babasil xəstəliyi var, belində yırtıq var. Məsəl üçün. Və 20-30 yaşı var, təzyiq xəstəsidir. Və 40 yaşı yoxdur, mədəsində problem var. Bağırsaqlarında problem var. Nə bilim, bu hamısı birisi nədir? Sağlamlığımızı qorumaq. Sağlamlığımızı qorumaq. Baxsan, çox qəribə bir paradoks da var. Baxsan, həkimdə amma siqar çəkir. Nə deyəsən buna? O həkimin sözün də bir təsiri olmayacaq, ha? Deyim sizə. Həkim siqar çəkir. Peyğəmbər deyir ki, iki şeyin qədrini heç vaxt bilmirik. Bir sağlamlıqdır, bir də əmniyyətdir, təhlükəsizliyimizdir. Valideynlər var, narahat olmur. Saat 1-də 2-də uşaq çöldə, adam narahat olmur. Narahat olanda da qəribə bir dənə dövrə çıxmışdır. Deyir, filan kəsə vasvasıdır. Vasvası deyil, qardaş, adam narahatdır övladı üçün. Adam yoldaş üçün narahatdır, vasvası deyil. İnsan bir əzizi üçün narahatdırsa, bu vasvasızlıq deyil. Adam sevdiyi insan üçün narahatdır. Onun təhlükəsizliyi üçün çox narahat. Mən yadıma gəlir ki, bizim vaxtımızda, mən 39 yaşım var. Üzr istəyirəm. Biz 90-cı illərdə böyümüşük. Əsas uşaqlıq illərimiz orada keçib. Yəni 90, düzdür, müharibə də görmüşük, Birinci Qarabağ müharibəsi. Mən yadıma gəlir ki, bizdə detski vremya deyirlər, uşaq vaxtı. Kim yadına gəlir? Saat 9-da mı yatırdı? Saat 9-da hamı yatırdı. Kim yadına gəlir? Ən azı yaşı 30 olanlar bunu bilir. Yaşı 35 olanlar bunu təsdiqləyəcək. 30-dan yuxarı olanlar bunu təsdiqləyəcək. Hətta zarafatdan bayu, zavtara будет, o bayu çizgi film var idi. Detski vremya deyirlər. Siz fikir verirsiniz, bir dənə sizə bir dənə, bu statistika deyil, əstəğfurullah, sadəcə gördüklərimizdir. Siz fikir vermişsiniz, xəstəliklər daha çox 2000-lərdən bərilərdə hiss olunur. O 80-90-cı illərdə o təlim-tərbiyə görən uşaqlar, o mühitdə yaşayanlar, indiki dövrdə kimi xəstəliklər yox idi. Orada yuxu rejimi düz qoyulurdu, məktəb rejimi, yuxu rejimi, dərs rejimi, çöldə istirahət eləmək, hara gedirdilər, cəmaat ailəvi gedərdilər.
Saat 5-də, 6-dan sonra uşaq yeri düşməzdi, yay qış məsələsi o qədər də. Amma siz 2000 illərdən bu yana gələn nəsillərə fikir verin, ağlımıza gəlməyən, hətta yaşlı insanlarda baş verə bilən xəstəliklər indi körpələrdədir. Yadınıza gəlir 90-cı illərdə ancaq xərçəng xəstəsi, ancaq yadıma gəlir ki, biz o vaxt rak deyərdik. Ancaq yaşlı insanlarda olurdu. Məsələn, taksini yaşlı insanlar sürərdilər. İndi cavandır, görsən, bir manat taksilərdir, elə maşına sus qaz verir ki, deyən qardaş, yavaş verir, mən qaçmadan tələsmirəm. Elə bir bəzi cavan sürücü taksilər çıxırlar yürüşə, biri o birini keçmək üçün. Da baxmır, maşındakı yaşlı var, qoca var, qadın var, uşaq var. Olub mən bir dəfə demişəm, qardaş, mən tələsmirəm valla, yəni rahat sürün. Yəni, sürətdən normal, sakit, yavaş sürün, qaçmayın, yəni mən tələsmirəm. Əmniyyəti pozdu, təhlükəsizliyimizi biz qorumuruq. Təhlükəli manevrlər edirik. Bir tikinti gedir, onun altından keçirik, məsəl üçün. Qatardır, metro stansiyadır, adam əyilir, baxır. Mən dəfələrlə şahid olmuşam. O görürsünüz o mikrofonda orada işçi xanımlar, bəylər deyirlər, xəttin üstünə dayanmayın. Neçə dəfə eşitmişsiniz? Hər gün bu kəlməni eşitirsiniz, düzdür, öz aramızda. İndi metroda mən çox, gün ərzində metroda mən 4-5 dəfə istifadə edirəm. Neçə dəfə eşitmişsiniz metroda düşəndə ki, xəttin üstünə dayanmayın, xətdən kənara çəkin, xətdən kənara durun, xətdən kənara durun. Eşitmişsiniz də bu sözü. İndi sual verirəm sizə, o sözü deyən adamla eşidən adamın yaş fərqi var, yoxdur o qədər də. Ben niyə başa düşmür insan? Sən durmuşsan xəttin üstündə, 30 yaşın var. Özə bəzən elə ağız burun, elə ki buna söylürlər sanki. Ağız burun nəyir? Gördüm daha, bildim daha falan, bəzən belə ifadələr. Hətta dalaşanlar da mən görmüşəm. Ay nə qışqırsan, mən belə ağaram, baxıram da, qorxma, mən özümü. Qorxma söhbəti deyil. Sən həyatdan sığortalanmamısan. O basabasda durduğunuz yerdə qəfildən bir basabas gələr, dalğa. Sən dəyərsən ki, qatara dəyərsən. Düşərsən qatarın qabağına. Onun üçün deyirlər. Xətdən ən azı bir yarım metr əral durmaq lazımdır. Bütün tələbələr çıxırlar, qışqır bağına, zarafatdan. İnsandır da, bir də əli dəydi bilmədi. Neçə dəfə toqqaşmışsınız metroda, avtobus, olmayıb bəyəm belə bir şey? Pilləkəndə, küçədə. İnsan da fikirli bir təhər dəyib bir də. Olub belə şeylər. Ya ayağını taplayıb, ya əli qolu dəyibdir, ya metroda, ya avtobusda. Ya toqqaşmışsınız küçədə getdiyiniz yer, pilləkəndən çıxanda, pilləkəndən düşəndə. Bunları niyə danışıram? Mən bunları, maşallah siz bilirsiniz, mən deməmə ehtiyac yoxdur. Zaten bunları siz görmürsünüz, bilirsiniz, bəlkə də yaşamışsınız bunları. Məsələ budur ki, Peyğəmbər deyir, siz qədrini bilmirsiniz. Bunlar bir siz nədən irəli gəlir? Diqqətsizlikdən irəli gəlir. Məsuliyyətsizlik irəli gəlir. İşte cavanam da, qoy, bir dəfə cavan olacam. Bir dəfə də qoca ol da, niyə olmursan ki? Sən niyə düşünürsən ki, cavanlıq qocalıqdan yaxşıdır? Bəli, cavanlıqda doğan yaxşıdır ki, dualar tez qəbullar. Amma sən şurası bu gəncliyi də Allaha da həsr eləmirsən. Allaha da həsr eləmirsən. Çox çətindir. Cavanlıq və ömrümüzün şən çağları bizim həyatımızın ən pik hissəsidir, ən pik nöqtəsidir potensialımızın. Eyni zamanda nəfsin və ehtirasların ən coşqun dövrüdür. Baxın, gəncliyimiz bizim həyatda potensialımızın ən pik nöqtəsidir. Eyni zamanda nəfsin və ehtirasların ən coşqun dövrüdür. Siz bu yaş dövrünə fikir verin, xüsusən də 20 və 40 arası fikir verin siz. 20 yaş və 40 arası, bu 20 illik müddət var ha. Baxın, gənclərin ən çox zinakarlıqda məşğul olduğu yaş dövrləridir. Ehtirasa qurban getdiyi dövrlərdir. Şəhvətə qurban getdiyi dövrlərdir. Kiminsə nəfsinin qurban olduğu dövrlər, həmin yaş dövrləri. İstəyir kişi, istəyir qadın. Ən pik həddidir.
eyni zamanda potensial və iradənin pik nöqtəsidir. Bu yaş dövründə sən eləyə bilərsən ki, böyük şəxsiyyət olasan, böyük bir adam olasan. Mən hərdən alimlərin həyatından bağlı video kadrlara baxıram, sujetlərə baxıram. Həmişə elə bilirdim ki, yəqin alimlər hansı namaz qılırlar, qeyri-adi, nə bilim, duaları oxuyurlar, üzr istəyirəm. Göylərə qalxırlar. Baxıram ki, bunlar adi sıradan bir iş görürlər, amma diqqətlə görürlər. Məsələn, deyək ki, adam atasına çox mehriban davranırdı. Adam deyək ki, xanımına çox nəvazişlə davranırdı. Övladınla çox mehriban idi. Və ya dərsdə tələbələrlə çox səmimi idi, tələbələrin halına yanırdı, tələbələrin maddi, mənəvi durumunla maraqlanırdı, məsəl üçün. Çox, mən Ayətullah, böyük alimlərimizdən biri var, Durrəli İsrağəni baxırdım onun həyatına. Bu, böyük alim olub, böyük fəqih olubdur. Ata öz oğlunun təhsili üçün, təsəvvür edin ki, buna bir nəfər kömək edilmiş, böyük bir adam kömək edilmiş. O şəxs dünyasını dəyişəndən sonra həmin alimin qızına ata məktub yazır ki, mənim oğlumun təhsil haqqını yaddan çıxartmayın da, atalı sağlığında mənim oğluma dəstək olurdu. Həmin uşaq olub böyük şəxsiyyət olur ki, bir çoxlarınız onu tanıyırsınız. Ki, adı gələndə xüsusi ehtiram və məhəbbətlə həmin alimi yad edirsiniz. Həmin alim ki, atası onunla oxumaq üçün bir dənə qadına məktub yazır ki, mənim balama oxumanı kömək eləyəsiniz. Budur, belə məsələlər bizi qaldırır, belə məsələlər bizi zirvəyə aparır, məqama çatdırır. Bu məsələlərdir. Qəflət pərdəsi. Bunu yırtmaq lazımdır. İmkan verməyin, gözlüyü torbasın, qəlbiniz paslasın. Asudə vaxtları ortadan qaldır. Daha doğrusu, asudə vaxt bəhanələri. Hərdən deyirəm ki, bir namaz qılan, bir mömin, bir inançlı deyəndə ki, mənim, nə bilim, falan, yəni boş yerə vaxt, deməlidir ki, mənim vaxtım yoxdur. Əslində sizin vaxtınız olmalı deyil. Mən hərdən deyirəm, bax, inanın canlı yayım qurtarır. Cəmi 4 saat yuxu yatıram. Tam səmimi deyirəm sizə, üzr istəyirəm ifadəmə görə. Onu bir dəfə Kərbəlayı xanım danışaraq, Quran-ı Kərim ayəsindən elə bir məsələ var, danışaraq bir dəfə bunu baş üstə. İndi mövzumuzdan yaymayaq dərsimizdə onu, üzr istəyirəm, bağışlayasınız. Bu, mən tam səmimi deyirəm, 4 saat cəmi yuxu yatırım. Maksimum 4 saat yarım. Dərs qutaran sonra fikirləşirəm ki, bu dediyi vaxtım yoxdur. Bu tələbələr də, izləyicə də mənə qulaq astılar da. İlahi, nə vaxtda bu vaxtımız hədər yazıla. Vay o gündən. Vay o gündən ki, otursan yarım saat, 1 saat danışasan, bu əməl dəftərinə yazılmıyor. Ona görə deyirəm, xahiş edirəm sizdən dərsə qulaq asanda, danışanda, çalışın uzanıb qulaq asmayasınız, çalışın nəyəsə söykənib qulaq asmayasınız. Bu çox mühüm məsələdir. Diqqət dağınıqlığı olur. Fikir dağınıqlığı yaranacaq sizdə. Huşsuzlaşma baş verəcək. Çalışın bir nöqtəyə zillənin. Diqqətlənin bir nöqtəyə. Ali qardaş, dəstək qurban olarım, üzr hesab edin. Bizim dəyərli moderatorlarımız niyə diqqətli olmurlar? Çox xahiş edirəm. Axı dərs vaxtı suallara baxılmır. Dəyərli moderatorlarımız, biraz diqqətli olun. İzləyicilərə çatdırın bəzi məsələləri. Fikir dağınıqlığı hardan yaranır? Diqqət eləməyəndə. Onun üçün dua edirəm ki, Allah, biz dərs danışanda, dərs oxuyanda, qulaq asanda fikrimiz o məsələnin içərisində olsun. Mənəvi sərmayəmiz olsun. Vaxtım yoxdur sözü böyük bir dənə iddiadır.
Boşluq da bir dənə fəlakətdir. Mən özüm də hərdən bir tələbələr yazırlar, tələbələr soruşurlar ki, filan mənim filan şey, bəzən gec cavab verirəm. İnanın tam səmimiyyətimə vaxt eləyə bilmirəm. Sonra fikirləşirəm ki, ilahi, mən vaxtım yox dedim. Görürsən, bəs vaxtım yox dediyim zamanda o zamanım sərfəldi yoxsa yox? Buna diqqətli olun. Sizə mesajlar gəlir gün ərzində. Sizə zəng eləyənlər olur. Sizdə yığırlar, bizdə yığırlar. Əgər bir zəngə cavab vermirsinizsə və ya bir SMS-də gec cavab verirsinizsə, bunun sorğu sualı var. Ki, tamam başa düşdük, vaxtın yoxdur. O vaxtım yoxdur dediyim söhbət var ha. Məsələ var ha. Nəyə vaxtın yox idi? Yaxşı, o zaman nəyə xərclədin ki, ona dediyin vaxtım yox idi? Həqiqətənmi vaxtım yox idi dediyin şey o sənə sual vermək istəyəndən üstün idi? Məsələ bu çox mühüm məsələdir ha. Bəlkə də bugünə qədər biz bunun dayanmamışdıq üstündə, fikirləşməmişdik. Dünən də dedik sizə, bugün də deyirik bu söz sizə. Dünya həyatı insanın seçim, inkişaf və kamala çatmaq yeridir. Bəs dedim, bəzən dünyanın əzizlər pis deyirlər. Biz də pis deyirik, əstəğfurullah. Quran da bu sözü deyir. Biz Qurana istinadən bu sözləri deyirik. Hədislərə istinadən bu sözləri deyirik. Amma bir dənə reallıq var da. Bura bizim kamala çatmağımız üçün bir dənə yerdir. Bu məsələdə bir dənə realdır. Dünya həyatı o deməkdir ki, biz ondan vaz keçək, elə iyrənək, nə bilim, üzr istəyirəm, sənin belə-belə olsun, ey dünya, nə bilim, sənə lənət falan, Quran səni məzəmmət eləyir falan. Amma bir dənə reallıq var da. Bizim bu məzəmmət olunan aləm ki var, eyni zamanda bizim inkişaf və kamala çatmaq üçün bir dənə yerdir. Məsumlar da bu olublar, peyğəmbərlər də bu olublar, övliyalar da bu olublar, övsiyalar da bu olublar, ariflər, böyük şəxsiyyətlər, fəqihlər, üləmalar, hamısı bu olublar. Hamısı bu olublar. Bəli, axirət tarlasıdır bura. Nə əksən orada bitəcəkdir. Maraqlı budur. Bəhrəsini orada görəcəksən. İndi bu da bir iki qırıntı Allah verər ki, günüvü keçir. Yəni, daha o qədər də arsuz qalma. Yəni, yemək üçün yaşama da, yaşamaq üçün yeyək. Dünyanın o çətinlikləri, nemətləri və sınaqları bizi bişirmək üçündür. Biz yetişə bilək, pişək. Görsün, bir dənə bir şey bişəndə, tavada pişirmişsiniz da, düzdür. Baxın, yəqin katlet pişirmişsiniz, balıq pişirmişsiniz, ət qızartmışsınız tavada, xüsusən xanımlar. Görmürsünüz, düzdür. Görürsən, adi bir dənə ətdir da, bir dənə kartuşka almışsan, pulunu almışsan, nə əziyyətlər, nə onu tavada pişirmişsən. Görürsünüz, nə o yağı çırt-çırt eləyir, bəzən əlində yanır. Amma günün sonunda o ərzağı pişirib ortaya qoyursan və iştahla onu yeyirsən. Dünya axirətin tarlasıdır, bir mənası da budur ki, dünya həyatı insanın öz taleyini öz əli ilə yazdığı yerdir. Biz özümüz yazırıq bunu. Kimsə bizim alnımıza yazılanları biz yaşamırıq. Yazılan biz yazırıq onu. Onu biz yazırıq. Birdən deyir, alın yeni. Bu başqa mövzuda, əstəğfurullah. Mən o məsələlərə getmək istəmirəm. Sadəcə üstü örtü vurğuladım məsələni. İnsan dünya həyatına bütünlüklə vaz keçə bilməz. Bütünlüklə dünyanı lənətləyə bilməz. Bütünlüklə dünyadan vaz keçə bilməz. Bir dəstə belə cəryanlar var, belə dərvişlər var, tərk-i dünya olurlar, hamıdan uzaqlaşırlar, başqa yerlərə gedirlər ki, həyatda saxla, hara getsən problem olacaqdır. Mən bir dənə hədis oxumuşdum. Bilmirəm, Ət-Təmhiz kitabındadır, yoxsa
ruhun paçlığı yoxsa hansı kitabdadır? Ya vəsiyyətnamə kitabındadır. Çox şirin bir hədis, çox qəşəng hədis idi. Deyirdi, hara gedirsən get. Hətta deyir, bir dənə adaya gedəsən, orada heç kim yoxdur. Allah ora mütləq bir nəfər göndərəcək. Allah ora mütləq bir nəfər, bir problemli adam göndərəcək. Problem olacaq orada, mütləq. Çünki sən bişməlisən onun içərisində. Sən sınanmalısan onun içərisində. Dönməlisən, o çarxın içində fırlanmalısan. Mütləq, mütləq çıxmalısan onun içindən. Bir daha deyirəm, dünya həyatı insanın seçim, inkişaf və kəmala çatma yeridir. Mən sözümü bitirirəm Allahın izni ilə. Bu dərsin bizə verdiyi mesaj nədir? İnsan sərmayənin fərqində olmalıdır. Vəssalam.